Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahumme salli ala Fatimata ve abiha ve ba'liha ve beniha ve sirril mustabda'a fiha bi'adedi ma ahata bihi ilmuk. Selamun aleyküm. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Fatimə yaradılış aləminin ən üstün xanımı verilişini izləyirsiniz. Biz bu verilişdə xanım Zəhra salamullahi aleyha barəsində ətraflı bəhs edib, onun şəxsiyyəti haqqında məlumatları siz əzizlərin nəzərinə çatdırırıq. Keçən verilişdə xanımın adları barəsində, xanımın Adəm əleyhissalamdan çox öncə onun nurunun yaranması barəsində bir sıra məsələləri siz əzizlərin nəzərinə çatdırdıq. Xanım Zəhra salamullahi aleyhanın demək olar ki, iki cəhəti var idi. Onun bir ruhani, mələkuti və behişti və cənnəti olan tərəfi, digər bir cəhəti də maddi və digər insanlar kimi onun da insan olmasıdır. Xanımın Adəm əleyhissalamdan öncə yaranması onun mələkuti cəhətini bizə göstərir. Onun ruhani və behişti cəhətini bizə göstərir. Bu baxımdan ki, xanım Zəhra salamullahi aleyha xüsusi əxlaqi gözəlliklərə malik idi. Bütün vücudu gözəllik idi. Hətta bir hədisdə var idi ki, əgər bütün gözəlliklər hamısı cəm olarsa, xanım Zəhra salamullahi aleyha kimi bir yaradılışa malik olardı. Xanımın bu baxımdandır ki, maddi bir varlığı vardır və Peyğəmbərin qızıdır, xanım Xədicənin qızıdır, digər insanlar kimi dünyaya gəlmişdir. Bu onun bir cəhətidir, insani cəhətidir və insanlara aid olan xüsusiyyət onda da vardır, maddi baxımdan. Amma onun bir sıra xüsusiyyətləri ki var, əxlaqı baxımdan, gözəl fəzilətlərə malik olmaq baxımından onun huri olmasını, mələkut aləminə aid olmağını, onun nurani bir varlıq olmasını göstərir. Əziz Peyğəmbərimizdən belə bir hədis nəql olunub ki, buyurdular: İnnə Fatimətə xuliqət huriyyətən fi surətin insiyyə. Həqiqətən Fatimə-i Zəhra salamullahi aleyha huri olaraq yaradılmışdır. Yəni, həqiqətdə o huri bir varlıqdır, amma fi surəti insiyyə, insan simasında, yəni insan simasında olan bir huridir. Bu hədis Kəşfül Ümmə fi Mərifətil Əimmə kitabının 1-ci cildinin 463-cü səhifəsində nəql olunmuşdur. Şeyx Səduq Məanil Əxbar kitabında əziz Peyğəmbərimizdən başqa bir rivayəti nəql edir. Belə ki, buyurur, Xuliqə nuru Fatimə əleyhəssalam. Əziz Peyğəmbərimiz buyururlar ki, xanım Fatimə Zəhra salamullahi aleyhanın nuru yaradılmışdır. Qəblə ən tuxləqəl ərdu və səma. Ki, dünənki verilişlərdə bu barədə işarə elədik. Ki, yerlər və göylər yaradılmamışdan qabaq xanım Fatimə Zəhra salamullahi aleyhanın nuru yaradılmışdır. Bu barədə keçən verilişədə bir nəzər salın. Bəzi səhabələr dedilər ki, ya Rəsuləllah, pəs o, bəşər və insan cinsindən deyil. Peyğəmbərimiz buyururlar ki, Fatimətu havraun insiyyə. Xanım Fatimə Zəhra salamullahi aleyha insan simasında olan huridir. Yəni o, onun nuru baxımından, bu cəhətdən ki, göylər və yerlər yaradılmamışdan qabaq, bu maddi dünyamız yaradılmamışdan qabaq Həzrətin nuru yaranmışdı. Bu baxımdan mələkut aləminə aiddir. Huridir. Amma insiyyə, yəni insan simasında, artıq dünyaya gələndən sonra tarixi müəyyən vaxtında bu cəhətdən də insandır. Dedilər, ya Rəsulallah, bu necə ola bilər ki, bir nəfər huri olsun, amma insan surətində. Yəni, həm huri olsun, mələkut aləminə aid olsun, həm də insan olsun. Peyğəmbərimiz belə cavab verdi ki, Xəlaqəhəllahu əzzə və cəl min nurihi. Allah Teala xanım Zəhranı yaratdı öz nurundan. Qəblə ən yəxluqə Adəm. Adəm əleyhissalamı yaratmamışdan qabaq xanımın nurunu öz əzəmət nurundan yaranmışdı. İzqanətil ərva. O zaman ki, ancaq ruhlar var idi. Fələmmə xələqəllahu əzzə və cəl. Allah Teala Adəm əleyhissalamı yaratdıqdan sonra uricət əla Adəm. O surətdə artıq o bir
necə deyərlər, nütfə olaraq Həzrət Adəm əleyhissalamın sülbündən, peyğəmbərlərin sülbündən yetişərək peyğəmbərimizə yetişdi, sonuncu peyğəmbərə, ondan sonra da xanım Zəhra dünyaya gəldi. Soruşdular, ya Rasulallah, o nə vaxt idi? Yəni, o xanım Fatimə Zəhra salamullahi aleyhanın nuru ki var idi, o harda idi, necə idi? Bunun keyfiyyəti haqqında məlumat ver. Buyurdu ki, kanət fi huqqatin təhtə saqil ərş. Xanım Zəhra salamullahi aleyha elə bir yerdə idi ki, ora ərş deyirlər, ərşin sağında. Sağında yəni bir tərəfində, bir hissəsində. Ərşin özü həqiqəti nədən ibarətdir? Biz üçün o qədər də məlum deyil. Amma ərş Allahın, necə deyərlər, qüdrət nişanəsidir. Davamında bir dəfər soruşdu ki, ya Rasulallah, pəs xanım Zəhra salamullahi aleyha ki, nur olaraq yaradılmışdı. Adəm əleyhissalam yarandıqdan sonra və bu peyğəmbərlər silsiləvarı olaraq onların sülbündən gəlib peyğəmbərə yetişənə qədər xanım Zəhra salamullahi aleyha o nur məqamında nə edirdi, nəyə məşğul idi? Peyğəmbər buyurdular, ət-təsbih və təhlil və təhmid. Təsbih, subhanəllah, Allahı zikr edirdi. Təhlil, la ilahə illallah. Təhmid, əlhamdülillah. Yəni, Allaha həmd-u səna edirdi. Digər mələklər Allaha həmd-u səna etdikləri kimi, xanım Zəhra salamullahi aleyhada nurlar aləmində hələ maddi, cismi, bədəni yaranmamışdan qabaq Allaha həmd-u səna etməyə məşğul idi. Həqiqətdə bir sıra hədislərdə də qeyd olunub ki, bu nuri ki, Allah Taala öz əzəmətindən onu yaratmışdı və onu xanım Fatimə Zəhranı həmin nurdan yaratdı. Həmin nur Peyğəmbər və Həzrət Əli əleyhissalamın nuru idi. Ki, bəzən deyirlər ki, kulluhum nurun vahid. Bu Əhl-i Beyt imamları, əziz Peyğəmbərimiz, xanım Zəhra salamullahi aleyhanın hamısı bir nurdular. Bir sıra hədislərə biz müraciət edəndə görürük ki, orada qeyd olunub, xanım Zəhra salamullahi aleyhanın nuru Peyğəmbər və Əli əleyhissalamın nurundan idir. Bir hədis var, bu hədis Məərifəti bin Nuraniyyə hədisi ilə mərufdur. Bu, Əmir əl-Müminin Əli əleyhissalamdan nəql olunub ki, Salman-ı Farsiyə və Əbu Zər Ğifariyə belə dedilər. Kuntu ənə və Muhammedun nurən vahidən min nurillahi əzzə və cəl. Əli əleyhissalam buyurur ki, mən və Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Allahın nurundan olan bir nur idik. Peyğəmbər və mən, əleyhissalam buyurur. Və əmərəllahu təbarəkə və teala zalikən nur ən yəşəkkə. Allah Taala həmin nura, ki bir nur idi, Allah Taala həmin nura əmr elədi ki, bu bölünsün, iki hissəyə bölünsün. Fəqalə lin-nisf kunu Muhammədən və qalə nisf kunu Əliyyən. Bir hissəsinə dedi ki, sən Muhammed ol, sallallahu aleyhi və aleyhi səlləm. Digər bir hissəsinə dedi ki, sən Əli ol. Fəminha qalə Rasulullah Əliyyun minni və ənə min Əliyyin. Bu baxımdan elə bu hədis əsasındadır ki, Peyğəmbər buyurdu ki, mən Əlidən, Əli də məndəndir. Niyə? Bu işarədir onların nur aləminə. Onlar Allahın əzəmətindən yaranmış nurdan idi, o nur vahid bir nur idi. Allah Taala əmr elədi, o nur iki hissəyə bölünsün, biri Muhammed olsun, digəri də Əli olsun. Bu hədisin davamı həddindən artıq uzundur. Bir hissəsində gəlib deyir ki, həmin nurdan da xanım Fatimə Zəhra salamullahi aleyhanı yaratdı. Bu hədis Əl-Mənaqib kitabının 70-ci səhifəsində, həmçinin Bəharul Ənvar kitabının 26-cı cildinin 3-cü səhifəsində də nəql olunmuşdur. Xanımın əzəməti həddindən artıq çoxdur. Hüseyin ibn Əbdülvəhhab adında bir şəxs var. Üyunul Möcüzə kitabında Salmandan nəql edir. Buna diqqət edin bu hədisə. Salmandan nəql edir ki, Salman deyir ki, Əmmar ibn Yasir mənə belə dedi. Aya, istəyirsən sənə elə bir şey deyim ki, sən onu eşidəndə təəccüb edəsən? Əmmar Yasir Salman-ı Farsiyə deyir. Salman deyir ki, ya Əmmar, dinən, nəql elə, sən nəyi mənə demək istəyirsən? Əmmar deyir ki, bir gün mən şahid idim, Əli əleyhissalamla birlikdə idim.
Xanım Fatimə Zəhra salamullahi əleyhanın evinə getdik. Əli əleyhissalamla birlikdə. Xanım Zəhra salamullahi əleyha ki, Əli əleyhissalamı gördü və salamlaşandan sonra belə dedi. Bu artıq xanım Zəhranın sözüdür. Salamullahi əleyha. Udun li uhaddisəkə bima kana və bima huvə qainun və bima ləm yakun ila yevmil qiyamə hinə təqumus saə. Əcib bir hədisdir. Buna diqqət eləmək lazımdır. Buyurur ki, xanım Fatimə Zəhra Əli əleyhissalama dedi, ya Əli, ya əmirəl-müminin, yaxınlaş, mən sənə deyim. Bima kana, bu vaxta qədər aləmdə hər nə baş veribsə, mən sənə onu deyim. Və bima huvə qainun, və o şeylər ki, hal-hazırda dünyada baş verməkdədir. Onları da bilirəm, onları da sənə deyə bilərəm. Və bima ləm yakun ila yevmil qiyamə hinə təqumus saə. Qiyamət gününə qədər hər nə baş verəcək, hər nə baş verməyəcək, onları da mən sənə deyim. Baş verən şeylər yenə qəbul ediləsə, o şeylər ki, baş verə bilərdi, amma baş verməyəcək. Xanım Zəhra deyir, yəni, bunların hamısını mən sənə deyim. Bunu deyəndən sonra Əmmar deyir ki, bu halətdə gördüm ki, Əli əleyhissalam qayıtdı məscidə. Mən də onun arxasıca getdim ki, Əli əleyhissalam getdi ki, Peyğəmbərə bu barədə desin ki, xanım Fatimə Zəhra salamullahi əleyha mənə belə bir söz dedi və mən təəccüb elədim. Peyğəmbər ona dedi ki, ya Əbul Həsən, yaxın gəl, nə olub sənə? Nə üçün təəccüblənirsən? Əli əleyhissalam elə bu cürə ki, daxil olmuşu təəccüblü halında Peyğəmbər dedi ki, ya Əli, istəyirsən mən sənə deyim, ya sən mənə deyirsən, nə üçün gəlməyi? Əli əleyhissalam buyurdu ki, əgər bilirsənsə, ki bilirsən, elə sən özün denən, ya Rəsulallah. Dedi, bəli. Sən o xanım Fatimə Zəhra salamullahi əleyha sənə belə bir söz dedi, sən ondan təəccüb elədin. Amma bunu bil ki, nuru Fatimə min nurina. Ya Əli, xanım Fatimə Zəhra salamullahi əleyha bizdən ayrı deyil. Xanım Fatimə Zəhra salamullahi əleyhanın da nuru elə bizim nurumuzdandır. Bizim də nurumuz Allahın əzəmətinin nurundandır. Əli əleyhissalam belə deyir ki, İləm ya Əbəl Həsən, deyir ki, mən ki qayıtdım, hələ Əmmar Yasirin hədisinin davamıdır. Ki, Əli əleyhissalam birlikdə qayıtdı xanım Fatimə Zəhra salamullahi əleyhanın yanına və xanım Fatimə Zəhra yenə ona belə dedi. İləm ya Əbəl Həsən, bil ey Əbul Həsən, Əbul Həsən Əli əleyhissalamın kunyəsidir. Ənəllaha Teala xələqə nuri. Allah Teala mənim nurumu yarattı və kânə yusəbbihu lillahi əzzə və cəl və kânə yusəbbihullah cəllə cəlalu sümmə əvdəəhu şəcərətən min şəcərətil cənnə. Öz yaradılışına işarə edir. Buyurur ki, Allah Teala mənim nurumu yarattı və mənim nurum Allaha təsbih deyirdi, zikr deyirdi. Sümmə əvdəəhu şəcərətən min şəcərətil cənnə. Sonra Allah Teala mənim nurumu cənnətin ağaclarının birində qərarlaşdırdı. Fəəzaət. O nur cənnətdə ki, ağacların birində qərar tapmışdı, cənnəti işıqlandırdı. Fələmma dəxələ əbi əl-cənnətə, o zaman ki, mənim atam Mirac gecəsində cənnətə daxil oldu, əvhəllahu Teala ileyhi ilhamən. Allah Teala ona ilham olaraq ona vəhy etdi. Ən iqtətəfi əs-səmərə min tilqəş şəcərə. Allah Teala Peyğəmbər vasitəsilə, Cəbrail vasitəsilə ona vəhy elədi ki, həmin ağacın meyvəsindən yesin. Və ədirha fi ilə həvatiqə, o ondan dərsin və ağzına qoysun, yəni yesin. Fəfəələ, Peyğəmbər də bunu etdi. Cənnətə daxil olduqdan sonra bu meyvədən yedi. Fəəvdəəniyyəllahu subhanəhu Teala sulbə əbi. Bundan sonra Allah Teala məni atam Muhammedin sallallahu aleyhi və səlləm sülbündə qərar verdi. Sümmə əvdəəni Xədicətə bintə Xuveyld. Sonra Allah Teala məni Xədicə bint Xuveydin rəhmində qərarlaşdırdı. Fəvəzəətni. Bu surətdə xanım Xədicə məni dünyaya gətirdi və ənə min zalikən nur. Mən həmin nurdanam. Allah Teala öz əzəmət nurundan yaratmışdı. Həmin nurdanam. O nurun bərəkəti nədir ki, ə'ləmu ma qanə və ma yəkun və ma ləm yəkun. Buna görə ki, mən o nurdanam, o nur da Allahın nurundandır. Mən bilirəm keçmişdə baş verənləri, o şeylər ki, hal-hazırda olur, o şeylər ki, olmayıb. Ya Əbəl Həsən,
Ey Əbəl Həsən, ya əmirəl-mömin, bunu bil ki, əl-mü'minu yənzuru bi nurillahi təala. Bu tək mənə aid deyil. Həqiqi möminlər Allahın nuru ilə baxırlar, nəzər edirlər. Bu da xanım Fatimə Zəhra salamullahi əleyhanın o nurdan yaranmasının bərəkətidir. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahir.